Salam. Bugün sizinle birlikte çok maraqlı bir kitaba Jared Diamond və James A. Robinsonun redaktorluğu ilə çıxan tarixin təbii təcrübələrinə dərindən nəzər salacağıq. Əsas məqsədimiz bilirsiniz, cəmiyyətlərin niyə bu qədər fərqli yollarla inkişaf etdiyini anlamaqdır və bunun üçün tarixçilərin və sosial elm adamlarının istifadə etdiyi bir metoda, yəni təbii təcrübələr yanaşmasına fokuslanacağıq. Düzdür. Kitabın əsas ideyası odur ki, tarix, yəni insan davranışlarının bütün o mürəkkəbliyinə baxmayaraq təsadüfi hadisələr yığını deyil əslində. Yəni, bir növ qanuna uyğunluq axtarışıdır. Bəli. Necə ki, təbiət elmləri kompleks sistemləri öyrənir, biz də tarixi müqayisəli sistematik şəkildə təhlil edə bilərik. Bu yanaşma təkcə tarixçilər üçün deyil. Elədir. Sosial elmlərlə maraqlanan hər kəs üçün məncə çox dəyərli məlumatlar var burada. Niyə bəziləri irəli gedir, bəziləri geri qalır? Bu kimi suallara cavab axtarılır. Tamamilə. Yaxşı, başlayaq əsas məsələdən. Bu təbii təcrübə dediyiniz tam olaraq nədir? Yəni, biz laboratoriyada cəmiyyətlərlə təcrübə apara bilmirik axı. Çox yerində sualdır. Baxın, təbii təcrübə deyəndə əslində real həyatda tarixin öz axarında öz-özünə yaranan müqayisəli vəziyyətləri nəzərdə tuturuq. Necə yəni? Təsəvvür edin, 2 və ya daha çox cəmiyyət var. Bunların başlanğıc nöqtəsi, yəni kökləri oxşardır. Və ya eyni böyük hadisəyə məruz qalıblar məsələn. Tutaq ki, müstəmləkəçilik, bir inqilab, hətta bir epidemiya. Aha. Amma zaman keçdikcə, baxırsan ki, onların inkişaf yolları, əldə etdikləri nəticələr kəskin şəkildə fərqlənir. Bax, bu fərqliliklər bizə imkan verir. Nəyə imkan verir? İmkan verir ki, sanki bir laboratoriya şəraitindəymiş kimi müqayisə aparaq. Yəni, bir növ təcrübə qrupu ilə nəzarət qrupu kimi. Və bu fərqin səbəbini anlamağa çalışaq. Niyə birində belə oldu, digərində elə? Anladım. Deməli, tarix özü bizə müqayisə üçün şərait yaradır. Bir növ təbii laboratoriya qurur. Çox maraqlı yanaşmadır. Amma yəqin ki, bu o qədər də asan deyil, eləmi? Əlbəttə asan deyil. Çətinliklər çoxdur. Məsələn? Ən əsası, real dünyada laboratoriyadan fərqli olaraq siz bütün dəyişənləri, yəni bütün faktorları sabit saxlaya bilmirsiniz. Mümkün deyil. Düzdür, həyat daha qarışıqdır. Bəli. Bundan başqa, seçim qərəzi deyilən ciddi bir risk var. Selection bias deyirlər buna. O nə deməkdir? Yəni, müqayisə etdiyiniz qruplar bəlkə də əvvəldən, yəni o böyük hadisə baş verməmişdən əvvəl də sistematik olaraq fərqli idilər. Anladım. Məsələn, o Fransa inqilabı nümunəsindəki kimi. Bəli, məsələn. Əgər inqilabın təsirini öyrənmək üçün Fransanın işğal etdiyi bölgələrlə etmədiyi bölgələri müqayisə ediriksə... Dayanın bir dəqiqə. Bəlkə fransızlar elə bilə-bilə fərqli xüsusiyyətləri olan bölgələri işğal ediblər? Bax, tam da bu. Bəlkə işğal edilən yerlər onsuz da, məsələn, iqtisadi cəhətdən daha zəif idi, ya da idarəçiliyi fərqli idi. Bunu nəzərə almalıyıq. Bu, seçim qərəzidir. Başqa nə kimi çətinliklər var? Və bir də, ən klassik problemlərdən biri, korrelyasiya ilə səbəbiyyəti ayırmaq. Yəni, iki şeyin eyni vaxtda baş verməsi, o demək deyil ki, biri digərinin səbəbidir. Hə, bu statistikada da həmişə vurğulanır. Elədir. Bəlkə üçüncü bir faktor var ki, hər ikisinə təsir edir. Və ya bəlkə əksinədir, nəticə səbəbi yaradıb. Bunları dəqiqləşdirmək lazımdır. Aydındır. Bu çətinliklərə baxmayaraq, Polineziya adaları nümunəsi məncə bu metodun nə qədər güclü ola biləcəyini çox əyani şəkildə göstərir. Patrick Kirch'in o məqaləsi həqiqətən heyratamizdir. Bəli, Polineziya demək olar ki, ideal bir təbii təcrübədir. Baxın, eramızdan əvvəl təxminən 900-cü illərdən başlayaraq ortaq bir mənşədən, yəni Proto-Polineziya və ya Lapita mədəniyyəti deyilən bir kökdən gələn insanlar... Eyni mədəniyyət, eyni dil qrupu. Bəli, böyük ölçüdə eyni texnoloji baza ilə Sakit Okeanın nəhəng ərazisinə yayılmağa başlayırlar və müxtəlif adalara yerləşirlər. Və bu adalar bir-birindən çox fərqlidir, elə deyilmi? Tamamilə. Ölçüləri fərqli, iqlimləri fərqli, təbii resursları fərqli. Hətta materikdən və ya digər adalardan təcrid olunma dərəcələri belə fərqlənir. Məsələn, Havay kimi böyük, vulkanik, münbit adalar var. Sonra Markiz adaları var. Daha quraq,
vadiləri dərin Bəli. və Manqaya kimi daha kiçik, resursları məhdud, mərcan mənşəli adalar var. Yəni, sanki tarix özü bu insanları alıb, fərqli-fərqli sınaq meydançalarına yerləşdirib. Başlanğıc eyni, amma şərait fərqli. Və nəticə? 1000 il sonra Avropalılar gələndə nə ilə qarşılaşırlar? Bu ortaq kökdən gələn cəmiyyətlər 1000 il ərzində o qədər fərqləşiblər ki, məsələn, Manqaya da kiçik, nisbətən bərabərlikçi, amma daimi müharibə şəraitində yaşayan başçılıqlar formalaşıb. Orada resurs qıtlığı əsas rol oynayıb yəqin. Çox güman ki, hətta dini inanclarına da təsir edib. Müharibə tanrısı Rongoya sitayiş çox önəmli olub. Bəs Havay? Havayda isə tamamilə başqa bir mənzərə. Böyük əhali, mürəkkəb, hiyerarxik, sosial struktur, güclü başçılar, kənd təsərrüfatının intensiv inkişafı, demək olar ki, arxaik dövlət səviyyəsinə çatmış quruluşlar. Eyni insanlar, amma 1000 ildə nə qədər fərqli yollar. Markiz adaları necə? Orada da fərqli bir şey var idi deyəsən. Hə, Markiz adalarında da özünə məxsus dinamika yaranıb. Orada məsələn başçılar arasında rəqabət daha çox böyük ziyafətlər təşkil etmək, status nümayiş etdirmək formasında gedib. Və Toxua deyilən nəhəng, monumental mərasim meydanları tikiblər. Bu da fərqli bir sosial təşkilatlanma formasıdır. Deməli, sosial struktur, siyasi sistem, münaqişə səviyyəsi, iqtisadiyyat, hətta din, hər şey fərqlənib. Bəs yaxşı alimlər, məsələn, Körç, bu fərqliliyin kökünü necə araşdırır? Necə müəyyən edirlər ki, hansı xüsusiyyət ortaq keçmişdən gəlir, hansı yerli şəraitin məhsuludur? Bax, bu metodologiyanın incəliyi buradadır. Körç, bioloqların növlərin təkamülünü öyrənmək üçün istifadə etdiyi bir modelə müraciət edir. Filogenetik modelə. Biologiyadakı kimi? Necə yəni? Yəni, məqsəd irsi, homolog xüsusiyyətləri, o ortaq protopolineziya mədəniyyətindən miras qalan elementləri fərqli mühitlərin təzyiqi altında, bir-birindən asılı olmadan müstəqil şəkildə yaranan analog xüsusiyyətlərdən ayırmaqdır. Biraz aça bilərsiniz. Homolog, analog. Məsələn, başçı, areki anlayışı və ya bəzi əsas mifoloji inanclar çox güman ki, bütün bu cəmiyyətlərdə ortaq əcdaddan gəlirdi. Bunlar homologdur. Amma Havaydakı o mürəkkəb, dövlətə bənzər idarəçilik sistemi və ya Manqayadakı o hərbiləşmiş cəmiyyət quruluşu, bunlar yerli şəraitə, adanın ölçüsünə, resurslarına, təcrid olunma dərəcəsinə uyğunlaşmanın nəticəsində müstəqil şəkildə formalaşmış adaptasiyalardır. Bunlar analogdur. Yəni, funksiyaları oxşar ola bilər, cəmiyyəti idarə etmək, amma yaranma səbəbləri və formaları fərqlidir. Çox aydın oldu indi. Bu filogenetik yanaşma həqiqətən də dəyişikliyin mənbəyini anlamağa kömək edir. Və bu təbii təcrübə metodu təkcə qədim Polineziya kimi yerlərə aid deyil, eləmi? Kitabda başqa nümunələr də var idi. Əlbəttə, kitabda müxtəlif dövrlərə və regionlara aid çoxlu sayda təbii təcrübə təhlil edilir. Məsələn, Fransa inqilabının Avropanın fərqli bölgələrinə, işğal olunan və olmayan yerlərə təsirləri müqayisə olunur. Bu da maraqlıdır. İnqilab ideyaları hər yerə yayıldı, amma təsirləri fərqli oldu deməli. Bəli, və ya Afrikada qul ticarətinin intensivliyinin müasir dövrdəki iqtisadi vəziyyətə, hətta etimad səviyyəsinə uzun müddətli təsirləri araşdırılır. Bu da çox aktual mövzudur. Başqa? Sonra, məsələn, ABŞ, Braziliya və Meksika kimi ölkələrdə fərqli siyasi və hüquqi institutların bank sistemlərinin inkişafına necə təsir etməsi göstərilir. Və bir də o Hindistan nümunəsi var idi. Britaniya Hindistanındakı fərqli torpaq vergisi sistemləri, bu da diqqət çəkicidir. Hə, o da klassik bir təbii təcrübədir. Britaniya Hindistanının bəzi bölgələrində müstəmləkə hökuməti vergiləri birbaşa kəndlilərdən toplamağa üstünlük verib. Bu, rayetvari sistemidir. Digər yerlərdə isə? Digər bölgələrdə isə vergi toplamaq hüququnu yerli iri torpaq sahiblərinə, yəni zamindarlara həvalə ediblər. Beləcə, eyni ölkə daxilində, eyni müstəmləkə hakimiyyəti altında iki fərqli institusional sistem yaranıb. Və bunun uzun müddətli nəticələri olub. Bəli, tədqiqatlar göstərir ki, bu fərqli sistemlərin tətbiq olunduğu bölgələrdə, hətta müstəqillikdən sonra, 10 illiklər sonra belə kənd təsərrüfatı məhsuldarlığı, təhsil səviyyəsi, ictimai rifah göstəriciləri arasında əhəmiyyətli fərqlər qalıb. İnanılmazdır. Deməli, o vaxtki bir inzibati qərarın təsiri bugünə qədər gəlib çıxır.
bu institutların nə qədər önəmli olduğunu bir daha göstərir. Tamamilə. İlkin institusional seçimlərin, belə deyək, yola bağımlılıq, path dependency yaradaraq necə dərin və uzun müddətli nəticələrə səbəb ola biləcəyini çox aydın göstərən bir nümunədir. Göründüyü kimi bu təbii təcrübələr metodu bütün çətinliklərinə baxmayaraq tarixə və cəmiyyətlərin inkişafına fərqli bir gözlə baxmaq üçün çox güclü bir alətdir. Amma kitabın sonunda son söz bölməsində bu metodun özünün də məhdudiyyətlərinə, metodoloji məsələlərə toxunulur, elə deyilmi? Bəli, o bölmə çox vacibdir. Orada bu cür təhlillərdə qarşıya çıxan ümumi problemlər bir daha vurğulanır. Nələrdə o problemlər əsasən? Yenə o səbəbiyyət məsələsi. Həm o, həm də başqaları. Məsələn, başlanğıc şərtlərinin həqiqətən nə qədər oxşar olduğu sualı həmişə qalır. Tam eyni olmuraq heç vaxt. Sonra xarici təsirlərin rolu, yəni müqayisə edilən qruplara təsir edən başqa nəzərə alınmayan faktorlar ola bilər. Təsirlərin ortaya çıxma vaxtı da fərqli ola bilər yəqin. Bəli, təsirlərin gecikməsi, time lags məsələsi var. Bəzi nəticələr dərhal görünmür, uzun illər sonra ortaya çıxır. Və əlbəttə, yenə də o əks səbəbiyyət ehtimalı. Bəlkə də fərqli nəticələr özləri başlanğıcdakı fərqliliklərin səbəbi idi və ya nəzərdən qaçırılmış üçüncü, dördüncü dəyişənlər. Yəni, təhlil edərkən çox diqqətli olmaq lazımdır. Nə həddindən artıq sadələşdirmək, nə də çox xırda detallarda itib batmaq olmaz. Dəqiq elədir. Keyfiyyət, tarixi kontekstdə anlamaq, detallı təsvirlər və kəmiyyət, statistik analiz, modelləşdirmə metodlarının balanslı şəkildə istifadəsi çox önəmlidir bu cür tədqiqatlarda. Yaxşı, bütün bu geniş və maraqlı müzakirələrdən sonra gəlin yekunlaşdıraq. Sizin üçün bu kitabdan və ümumiyyətlə bu təbii təcrübələr yanaşmasından çıxan əsas nəticə, əsas mesaj nədir? Məncə, ən fundamental çıxarış budur. Tarix ilk baxışda göründüyü kimi xaotik, təsadüfi və proqnozlaşdırılması mümkün olmayan hadisələr silsiləsi deyil. Yəni bir nizam var. Bir nizam deməyək, amma qanuna uyğunluqlar var. Düzgün sualları verməklə, diqqətli müqayisələr aparmaqla, o cümlədən təbii təcrübələrdən istifadə etməklə, biz cəmiyyətlərin inkişaf trayektoriyalarını, talələrini formalaşdıran dərin, köklü səbəbləri anlaya bilərik. İstər bunlar coğrafi faktorlar olsun, İstər institusional seçimlər olsun, istərsə də mədəni xüsusiyyətlər və ya hətta başlanğıc şərtlərinin təsiri olsun. Bu yanaşma bizə sadəcə nə baş verdi sualına deyil, daha vacib olan niyə baş verdi sualına cavab tapmağa kömək edir. bu həqiqətən də keçmişi anlamaqla yanaşı bugünümüzü də daha yaxşı dərk etməyə imkan verir. Elədir, keçmişdəki fərqli yolların səbəblərini anlamaq, bugün niyə dünyanın bu qədər qeyri-bərabər olduğunu, niyə bəzi ölkələrin inkişaf etdiyini, digərlərinin isə problemlərlə üzləşdiyini anlamaq üçün açardı. Və sonda dinləyicilərimiz üçün bir düşüncə toxumu ataq. Sizcə bu tarixi təcrübələrdən öyrəndiklərimiz, yəni institutların, coğrafiyanın, ilkin şərtlərin necə uzun müddətli, dərin təsirlər yarada bildiyini görmək, bugün üzləşdiyimiz problemlərə, məsələn, qlobal bərabərsizlik, iqtisadi inkişaf fərqləri, institusional islahatların dizaynı kimi məsələlərə daha effektiv, daha məlumatlı yanaşmalar formalaşdırmaqda sizə necə kömək edə bilər? Maraqlı sualdır. Başqa sözlə, keçmişin bu fərqli yollarını, bu təbii təcrübələri müqayisə etmək, öz cəmiyyətimizin, öz ölkəmizin mövcud vəziyyətini və gələcək trayektoriyasını daha aydın görməyə, daha düzgün qiymətləndirməyə imkan yaradırmı? Bu barədə düşünməyə dəyər.